1966-cı ildə elm adamları 5 meymunla təcrübə apardılar. Otağa nərdivan və nərdivanın başına banan qoydular. Hər dəfə meymunlardan biri banan almaq üçün yuxarı qalxmağa çalışanda, digər meymunların başına soyuq su tökürdülər. Meymun aşağı enər və su dayanardı. Ancaq başqa meymun yenidən qalxmağa başlayan kimi soyuq su yenidən işə salınırdı. Nəhayət meymunlar nərdivanla qalxmağa çalışan hər meymunu döyməyə başladılar. Daha sonra alimlər meymunlardan birini yeni meymunla əvəz etdilər. Yeni meymun su haqqında heç nə bilmədiyi üçün banan almağa qalxdı. Lakin o dərhal başqaları tərəfindən döyüldü. Təzə meymun anladı ki, pilləkənlərə çıxmaq olmaz. Baxmayaraq ki, səbəbini bilmirdi. Çünki soyuq su tökməmişdilər. Tədricən bütün köhnə meymunlar yeniləri ilə əvəz olundu. Lakin zirvəyə qalxmağa çalışan hər yeni meymunu döyüb salırdılar aşağı. Nərdivana çıxmaq olmazı anlayana kimi çırpırdılar. Təcrübənin sonunda meymunların heç birinin soyuq sudan xəbəri yox idi. Suyu çoxdan işə salmırdılar. Ancaq daha heç bir meymun banan üçün dırmaşmırdı və başqalarına da icazə vermirdi. Beləliklə də ənənə yarandı. Səbəbi belə anlamadan bunu necə ediblərsə, biz də elə etməliyik. İndi təsəvvür edin, bir adam bir dənə səbir gətirəndə elələri var ki, az qala yalvarsın ki, nə olar bir dənə də asqır. Və yaxud yol gedəndə boz pişik keçəndə yolun önündən heç veclərini almırlar. Ancaq qara pişik keçən kimi yolunu dəyişirlər. Sanki pişik tükünün rənginə görə az qala utansın. Bəs siz hansı inançlara misal gətirə bilərsiniz?